Deyin görək ona qədər. Yoxdur mən deməli. Yoxdur. Nəbi var? Deyirdim. Bax görək Süleyman yoxdur ki. 13'də var. 13-də var. Baxaq 13-ə. Buradan nəyi səhv etmişim çıxmadı mən. Bu hələ bir oxuyum. Oleyin turşusunun. Aha, de görüm. Aydındır. Burada mən Tamam. Hı -hı. 282, yəni brom 2, yəni 2 dənə brom birləşir. Burada ayrı bir deməli 282-yə 160 olacaq deməli. Aha. 28 brom da 2-də 16-da. Aha, amma sənə tapdığın 16 qram yəqin ki faiz nəzərə almamısan. 5 faizli məhluldur. Sən də yəni şərt 5 götürüb, bildim. Hə, 16-nı 5 götürüb x-i 100. Uşaqlar 10-dan 20-yə qədər səhvi olan var. Onun üçün başa düşməli olsa təzədən versin baxa bilərik. 320. 4'də var. 320 edir. 320 eləyir. Tamam. Hə, 320 onda 20 artırsan. Aytun 12 səhv deyil səndə. Xeyr, müəllim. 16 var. 16, 14 nə bilsən 14'də dedin? var. Hə. Tamam. Deyir hansı maddə molekulunda deyir ki, nəbi 8 dənə sigma, 2 dənə pi rabitəsi olsun. Bu sualları məcbur bir-bir yoxlayaq. İzopren nə idi? Yadına gəlir 10-cu sinifdə keçmişdi izopreni. Yadına gəlir o butadiyen 1-3 yazırdı. Yəni alkadenlər var idi. Alkadenlər keçmişdi. Bax butadiyen 1-3-dən əgər əlavə bir dənə CH3 də varsa olurdu bu izopren. İndi izoprende hesablayaq görək nə qədər sigma rabitə var. Hidrogenləri də qeyd eləsək, izoprende deməli ikisi burada, biri burada, ikisi burada. Bəs tamam, hidrogenləri qeyd elədim. Gəl indi sən mənə saymağa kömək elə. Hidrogenlərin sayı 2 üstə gəl 3, 5, 6, 8. 8 dənə hidrogenə görə sigma var. 9-cu sigma, bax göy rənglə göstərəcəm. 9-cu sigma çox qatın biridir. 10-cu sigma budur, 11-ci sigma da budur. Yəni izoprende 11 dənə sigma rabitə var. Bizə amma 8 dənə istəyir. Onu çıxdım A variantını. Sonra keçirəm divinelə. Divinil sən elə bilirsən ki, butadiyen 1-3-dür. Digər adı idi, tarixi adı idi. Yəni butadiyen deyirəm ki, 4 dənə karbon çəkirəm. Nədir? 1-3-də, yəni birincidə və üçüncüdə 2 dənə 2 qat rabitə var idi. Butadiyen budur. Divinil bunun digər adı idi. Hidrogenlərini qeyd eləsəm 2 hidrogen bura, biri bura, biri bura, ikisi də bura. İndi kömək elə hesablayaq. 2 üstə gəl 3, 2 üstə gəl 1, 3, 4, 6. 6 dənə hidrogenə görə var. Aha. 7, 8, 9. Bu da çıxdı. B variantda çıxdı. Gedirəm indi hansı varianta baxıram? C variantına. Akril turşusu deyir. Akril turşusu necə idi? Yadına gəlir. Akril turşusu elə bir nə deyirdik akril turşusu haqqında? Bir yadına sal görək nə idi akril turşusu? Mən COH olmurdum axı. Axırı COH olur. Bəli. Akrilin digər adı nə idi? Propen turşusu deyirdik. Yadına gəlir? 3 dənə, hə, 3 dənə karbonu olur. Burada bir dənə nə olurdu? 2 qat rabitəsi olurdu. Yadına gəlir? Hidrogenləri də düzürəm. İkisi buradadır. Biri buradadır. COH-ı amma sigma rabitəni sən görəsən, yəni açıq formada yazacağam. Yaxşı COH-ı. Deməli 1C, bura 2 qat O, burada OH. İndi gəl hesablayaq. Nədir? 2 hidrogen, 3, 4 dənə hidrogen sayına görə. Elə deyilmi? 4 dənə orada. Sonra 5-ci budur. 6-cı budur. 7-ci budur. 8-ci də budur. Yəni 8 dənə sigma. Həqiqətən də 2 dənə pi var. Pi'lər də hansılardır? Pi'lər də bunlardır. Aysa, pi'lər də onlardır. Ona görə deməli nə olacaq? C variantı olacaq. Aydın oldu? Bildim mən. Sonra uşaqlar 16-dan qabaq 21. 16 ay tənə sal. Hansı maddə duzlara aiddir? Yadda saxla, ümumiyyətlə metal varsa o duzdur da. Yəni burada D variantı. Bax turşun hansı turşusudur bu? Teraftal turşusu deyilmi? COH aromatik. Turşunun hidrogenlərin yerinə duz, natrium gələndə, kalium gələndə, metal gələndə o olur duz. Yaxşı. Ona görə D variantı götürə bilərsən. Sonra 20 var müəllim. 20. Gülay, sualın yoxdur sənin Gülay? Məndə də var. Aha. Nədir bu 20?
Metil spirtin hansı maddə ilə qarşılıqlı dərsinə üzvü şüşə istehsalını monomer kimi istifadə edən birləşmə alınır? Siz uşaqlar bu sualı yazmamağınız normaldır. İndi deyəcəm, üzvü şüşə nədir? Bunu keçəcək biz 11-in ən son bölməsində, yəni orada üzvü şüşə haqqında danışacağıq. Polikondensləşmə, polimerləşmə reaksiyalarında. Ümumiyyətlə, bunu hətta dəftərinizə mən yazacağam, sonra qeyd kimi yazacaqsınız. Yaxşı uşaqlar. Metil spirti nədir? CH3OH. Mənə razısınız? Metil spirti. CH3OH. Üstə gəlinsin. Bəli. Yadda saxlayın ki, bax üzvü şüşə, bax onu çəhrayı rənglə bir yerə yazacağam. Üzvü şüşə digər adı bərabərdir. Baxın, digər adı bərabərdir uşaqlar. Metil metakrilat. Aydındır? Metil metakrilat. Üzvü şüşəni hələ keçməmisiniz deyən yazanmamısınız. Amma bu maddəni 11-in ən axırıncı hissəsinə keçəcək. Digər adı metil metakrilatdır. Mürəkkəb efirdir, Gülay, mürəkkəb efirdir. Və bunun yaranması üçün metil spirti ilə bizim bildiyimiz o akrilin bir növü var idi. Yadına gəlir? Metakril. Yazdırmışam da Metakril, məncə bəli. metakril. Bəli, Necə idi o? yazdırmısınız. Propen elə bir dənə çəkilir. Propenin ikinci şeyinə metil qrupu Bəli, birləşirdi. propendən bir dənə aşağı metil qrupu birləşdirirdik. Bəli. Baxın, bununla təsir eləyəndə Ayten nə baş verir? Efirləşmə reaksiyası baş verəcək. Deməli, bu səliqəli yazım siz də çəkəcəksiniz. Deməli, turşudan həmişə OH çıxır efirləşmədə, spirtdən də H çıxır. O hissə sizə su verəcək. Qalan hissəni birləşdirəndə deməli necə olacaq? Birləşdirməyə kim kömək eləyir? Nə kömək eləyirsə mənə. Necə birləşir? Turşuya aid olan hissəni yazıram. CH2, 2 qat rabitə C, aşağısı CH3. Sonra nə var burada? CO var, CO. Ona da birləşir nə? Gülay, spirtdən qalan OCH3 hissəsi. Bu üzvü şüşənin belə deyək də, üzvü şüşə metil metakrilatdan sonra yaranacaq. Aydındır? Elə bir bunu polimerləşdirəcəklər. 2 qat rabitə açılacaq. Bu artıq 11-in axırları deyil, çox dərinə getmirəm. Polimerləşəndən sonra Süleyman 2 qat rabitə açılır, qollar sağa sola sürüşür və artıq üzvü şüşə yaranmış olur. Metil metakrilat deyilən. Ona görə də sualı bir də oxuyuram. Ayten deyil, metil spirtin hansı maddə ilə qarşılıqlı təsirlə üzvü şüşə adlanan maddə əmələ gəlir? Olacaq cavab nə? Metil spirtin nə ilə reaksiyası? Metakril turşusu ilə. Yaxşı, metakril turşusu hansı variantda olar indi uşaqlar? B variant. B variantı. B variant. B variantında həqiqətən propeni bir dənə CH3 var da. Metakril turşusudur. Nəbi sənə də aydın oldu Nəbi? Bir də izah edeyim Nəbi. Xeyr, mən başa düşdüm. Gəl bir də baxaq Nəbi. Üzvü şüşə 11-in uşaqlar çəkinmə ha Nəbi. Çünki mən bunları sınağa sala bilərəm. Ona görə də bilmədiyini, başa düşmədiyini təzədən soruş. Üzvü şüşəni 11-in axırında keçəcək Nəbi. Bunun digər adı, üzvü şüşənin digər adı metil metakrilatdır. Metakrilat. İndi mürəkkəb efir deyən axırına at şəkilçisi olub da. Deməli, üzvü şüşənin digər adı metil metakrilatdır. Metil burada metil spirtindən yaranıb, yəni CH3OH-dan. Metakril sözü də metakril turşusu yox idi mi? Deyirik, propen çəkirdik. Bax, propeni necə seçsən? 3 dənə karbon çəkdim, 3 dənə karbon çox elədim. Burada 2 qat rabitəni qoydum, aşağıdan bir CH3. Əgər aşağıdakı CH3 olmasaydı akril deyirdik, aşağısında CH3 olanda metakril deyirdik də. Bax, bunların reaksiyasından nədir? Ox qoyum. Turşudan həmişə OH çıxır, spirtdən də H çıxır. Onlar su verir. Yerdə qalan hissələr də birləşir. Üzvü şüşənin formulu olan metil metakrilatı yaradır. Sənə də demir ha, yaranan şeyi göstərir. Sadəcə olaraq nə ilə reaksiyaya girməlidir metil spirti? Deyirsən ki, metil spirti bax bu maddə ilə reaksiyaya girməlidir ki, sənə nəyi versin? Üzvü şüşəni verə bilsin. Aydın oldu sənə? Dəqiq aydın oldu. Aha, sonra uşaqlar. 21. 21. Nə bir sualın var? Ortada ötürmədin? 18-i, 19-u, 11-i ötürməmsən? 21 eləməndə yazarım. Aha, ötürməyibsiz uşaqlar 12-də falan. Oy, hara getdi bu?
Səhifə yadındaydı Gülay. Bekle, Bəli, bekle, müəllim, bekle. 229. 229. Hə, bura. 21. İndi deyir ki, uşaqlar, metil spirtin hansı birləşmə reaksiya alınan maddə polimerləşir? Elə bayaqki sual uşaqlar bilirsiniz niyə? Yenə deyirəm, aytən bax metil spirti Görməm. hə, eynən reaksiyasından alınan metil metakrit sonra polimerləşəcək. Bir də təkrar olsa da yenə yazıram ki, vərdiş yaransa onsuz keçəcəkdə bu mövzusunu. Metil spirti oldu CH3OH Gülay, elə deyilmi? Üstə gəlsin metakrilat deyə də bilmirəm, aktil metakrili gəlməliyik. Mürəkkəb efirlər keçəndən sonra bu diliniz dolaşacaq. Bu metil metaakrilat budur. Metil metaakrilat budur. Mürəkkəb efirdir də, üzvü şüşənin adı. İndi yazacağımız E bəndindəki maddənin adı nə idi? Metakril. Metil metakrilat. Hə, Kapri. adamın dili dolaşır, amma bilirsiniz də onsuz da. Yəni özünüz bilin, demək vacib deyil yazılı imtahanında onsuz. Deməli, bu turşu ilə təsir eləyəndə nədir? Bu turşu ilə təsir eləyəndə. Mən dedim ki, buradan deməli OH çıxacaq, turşudan buradan H çıxacaq. Çıxan suyu yazmıram. Qalan hissələri yəni birləşdirəcəm, alınan maddəni sizə göstərim. CH2 oldu, C oldu, aşağısı CH3 oldu. Yenə burada var CO. Bu turşuya aid olan hissə idi nədir? Ona gəlib birləşəcək hansı hissə? O CH3 hissəsi, spirtdən qalan hissə. Bu sənin metil metaakrilat. Bax, bura metil, bu da metaakrilat hissəsidir, mürəkkəb efirdir. Və sonra bunu təzədən polimerləşdirəndə, yəni qabağına N-mol yazanda uşaqlar, bu arada burada 2 qat rabitəni qoymağı unutmuşam. Təzədən polimerləşdirəndə Gülay, əllər bilirsiniz ki, açılır da polimerləşmə hadisəsi olanda. Açılacaq əli, Bəli, 2 qat rabitələr açılırdı. CH3 aşağıdaydı. O yekə hissə var ha, onu yuxarıdan yazıram. COOCH3. Yenə bir dənə qolu qırıq Qol və qırıq, indeksində də N. Aşağısına da N yazırıq. Bax, bu artıq üzvü şüşənin özüdür. Aydındır? Yəni, metil metaakrilatın polimerləşməsindən üzvü şüşə yarandı. Başa düşdünüz? Yəni, bizə deyir, hansı birləşmələr reaksiyasına alınan maddə polimerləşir? E bəndindəki metakril ilə reaksiyasından alınan metil metakrilat polimerləşə bilir. Aydındır? Çox Bəli. adamın dili dolaşır. Nə vaxtsa siz kiməsə bunu izah edəndə bu mövzu hər hansı bir yoldaşınıza, ona görəsiniz ki, dilinizə dolaşır bu sualın üstündə. Sonra uşaqlar 30 desən tətbiq idi amma. 30-dan qabaq 23-də də var. nə yaxşı sualın yoxdur ortalarda. Amma niyə yoxdur verirəm da 23. 23, hə, eşitmədim 23-ü. Aydın sualın yoxdur ortada. Xeyr, müəllim. Yoxdur. Yaxşı, gəl 22-yə baxaq, nədir sonra qaydaq 23-ə. Eyni sual görüm, harda səhv eləmisən? 1 mol akril turşusunun 1 mol xlorla qarşılıqlı təsirinə hansı birləşmə alınır? Akril turşusu necə yazılar, nədir? Akril turşusu bilirsən ki, digər adı. Mən karbon yazırdı. Aha, ortaya da bir dənə, burada bir dənə 2 qat rabitə elə. Yəni o COH yəni. Aha. COH. Bunun üzərinə xlor gələndə nə baş verir? Deyirsən ki, müəllim, 2 qat rabitə qırılır. 2 qat rabitə qırılır. Aha, indicə görə eyni sualdırmı bu? Hə, bu da meta-akril deyir. Meta-akril də nədir? Yenə bayaqki kimi 3 dənə karbon çəkilən axırıcı o. Burada 2 qat rabitəmi də qoyuram. Amma ikincidən əlavə bir CH3 çıxır. Bunun üzərinə mən xlor gələsi olsam, nə bir? Pi rabitə qırılacaq. Xlorun biri məsələn bura birləşir. Biri aşağısını CH3 zəbt edib deyim, bu da yuxarı çıxır. Fərqi yoxdur yəni. Aydındır? Hansı variantda olar bu? Gördüm mən. O da variant. Ay sağ ol. Hə, A-da var. Sonra uşaqlar. Məndə də 30 var. 30. Burada çıxdaşda tapmışam, bəli. Amma orada lafzanı başa düşməmişəm təkcə. Müəllim, orada Süleyman adlı kitabda var idi. Mən də onu dərsə qalmış oxudum da, yəni testləri yazandan sonra oxudum. Orada treftal turşusunun nəyin, yəni treftal turşusundan lafdan, daha doğrusu lafzan lifinin alınmasında, amma hansısa adifin turşusundan isə neylon lifinin alınmasında istifadə olunurdu, bəli. yazılmışdı orada. Ay sağ ol. Onu axırda keçəcək. Bax, bu sual əslində keçmədiyiniz hissədir. Ona görə belə baxıram. Gəlin baxaq nədən? Tutalım ki, 28-dən baxaq. Gülay 28-də oxu sən.
28 deyir ki, metakrit turşusu üçün hansı ifadələr doğrudur? Bromlu suyu rəngsizləşdirir. Aha. Bəli, rəngsizləşdirir, çünki doymamış karbon Doymamış. turşusudur. Doymamış deyə rəng. Aha. Sonra deyir ki, natriumla reaksiyaya daxil olur. Bəli, niyə də daxil olmasın? Turşudur da. Aha. Yəni Turşular bəli. daxil olur. Sonra üçüncü ki, doymuş birləşmədir. Əgər doymuş birləşmə üçün niyə bromlu suyu rəngsizləşdirirdi ki? Ona Yəni görə 3 səhvdir. ümumiyyətlə pi rabitəsi var deyən radikal hissədə doymamışdı. Bəli, Bəli. olacaq 1-dən 2. İndi Ayten 29-u sən oxu. Akrilik turşusu üçün hansı ifadələr doğrudur? Bromlu suyu rəngsizləşdirir. Bu düzdür. Bəli, çünki niyə? Qoy nə bir dəşikçi bir də pi rabitəsi var Doymamış elə. Hə, doymamışdı. Radikalda pi rabitə var. Sonra Sonra natriumla reaksiyaya daxil olur. Bu da düzdür. bu da düzdür. Sonra Yağların tərkibinə daxildir. Bu səhvdir, çünki ali turşu bəli. deyil də. Bir də uşaqlar, bilmirəm yazdırmışam yoxsa yox. Yağ turşusunun özü 4 karbonlu C4H8O2. Bu ali deyil, amma bəzi yağların tərkibində rastımıza çıxa bilər də, adın üstündə də yağdır. Başa düşürsüz? Yağ turşusu yağ sözündən yaranır. Ona görə ali karbon turşularından savayı bir dənə yağ turşusu var, butan turşusu. O da yağların tərkibində daxil. Amma digərlərin heç biri yox. 3 karbonlu falan heç biri yox. Ona görə bu səhv anlayışdır. 1-dən 2. Sonra Süleyman 30 oxu. 30-da hansı ifadələr tereftal turşusu üçün doğru deyil? Tereftal Ortaya turşusu necədir? əsaslı Denən bir çəkim elə turşudur. baxaq. Mən benzol nüvəsiti yuxarısında, aşağısında COH. COH. Əvvəla onu deyək ki, yaxşı qoy birinci baxaq. Bir əsaslı turşudur yoxsa yox? Bu xeyr, 2 əsaslıdır. Bəli, bu səhvdir. Hə, nədir? 2 əsaslıdır, 2 dənə cavabı var. Sonra deyir lafzan istehsalında istifadə olunur. Gülay, nə dedin Gülay? Təzədən də görüm qaydanı. Treftal turşusu lafsan lifinin alınmasında istifadə olunur. Çünki Adipin baxın, turşusu isə neylondan. bəli, uşaqlar yadda Neylon lifinin. saxlayın. Lap 11-in axırına keçərsiniz deyə necə sözlə yadda saxlayın. Deməli, nədir? Bir yerə qeyd elə. Tereftal turşusu üstə gəlinsin. Etilen glikol var deyə uşaqlar. Nə idi etilen glikol? 2 atomlu spid var da, OH. Zəhərli maddə. Bax, bununla qarşılıqlı təsirindən uşaqlar lafsan lifi alınacaq. Onu ancaq 11-in axırını keçəndə formulları yazacaqsam uzun-uzundur. Lafsan lifi alınır, yaxşı. Harda görsəz qeyd edin. Qeyd edin, harda görsəz götürün. Yəni, tereftal turşusu ilə etilen glikoldan lafsan lifi alınır. Ona görə 2 doğrudur. Sonra nə deyir 3-də? Qeyd elədiniz, nədir? Üstə nə deyir Süleyman? Tololun katalitik oksidaşmasını alınır. Düz deyir, yoxsa səhv deyir? Xeyr, müəllim. Tololdan nə alınır? Bax, tolol nə idi? Tololda bir dənə nə var idi tolol? Yəni Tololun tololda təkcə yuxarıda siyah 3 var idi və onun oksidaşmasından alınır benzoid turşusu elə. Bəli. Bir dənə COH olan turşu alınırdı. Amma paraksiloldan aşağısında, yuxarısında CH3 olandan isə alınırdı nə? Tereftal turşusu. Ona görə 3 səhvdir. Olacaq yalnız, Bəli. doğru deyil deyir ha Süleyman, doğru deyil. 1-dən 3. Səhvləri istəyir. 1-dən 3. Yaxşı. Nə 31 oxuyacaqsan? Nəbi? Səsim gəlir. Gəlir, hə, oxu görüm. Deyir hansı ifadələr tereftal turşusu üçün doğrudur? Deməli, aromatik turşudur, düzdür. Düzdür, aha, həlqəsi var da. Deməli, benzol homoloqdur, bu səhvdir da mən. Bəli, çünki benzolun homoloq olmağı üçün onun qırağında, yəni formul düz gəlməlidir. COH-da gərək olmuyor. Arsa, benzol yarım qrupu, ümumiyyətlə benzol sırası karbohidrogenin ümumi formulu kimi yadındadır uşaqlar? CNH necə? CN+1 COH-ın. Yox, benzol. Gülan yadındadır? Hə, CNH2 o. CNH2-6. 10-cu sinifdə keçmişdik ya, benzol, tolol, paraksilol. Bəli, müəllim. Hə, yəni o formula uyğun gəlmir deyən bu tereftal turşusu. Axı çoxu var. Nə bir düz deyir. Deyir müəllim, çox oksigen falan var da.
Gərək formuluna uyğun gəlsin ki, homoloq olsun. Yəni, ona görə 2 səhvdir. Sonra 3 dənə deyir, nədir? Amma üçüncüyü mən də səhv eləmişəm. C yazmışdım. Parakislo, bax, Pekslon parakislo Yox, nədir? onun üstləşməsindən şey alınmır. Nə alınır? Elə, yəni bu treftal turşusu alınmır. Tərəfdən alınır, bəli. Bax, nədir? Əgər benzol həqiqəsində bir dənə CH3 olarsa, bu toluol idi də elə. Toluolun oksidaşməsindən üstəgəlsin belə kvadratda O yazsam, nədir? Alınardı buradan 6 bucaq üstündə COH, yəni benzoy turşusu alınardı. Amma parakisol nə demək? Parakisol həm yuxarısında CH3 var, həm aşağısında CH3 var. Bunun da oksidaşməsində aşağısında və yuxarısında COH olan tereftal turşusu alınır. Ona görə 1-lə 3 doğru olacaq. Başa düşdün məni? Bildim mən. Sonra uşaqlar 31-dən sonra 30-31-dən sonra 34. 34. Məndə də var. Hə, 34 səndə də var. Dəqiqə. 34. Baxaq görək nədir? Oxu Aytən özün. Bu birləşmə üçün hansı ifadələr doğrudur? 2 asimetrik karbon atomu var. Baxaq görək. Bax, birinci karbon təbii ki, nədir? Bir bax görün, birinci karbon asimetrik deyil. Çünki buna 3 dənə hidrogen birləşib. Asimetrik karbon 4 tərəfdən də müxtəlif hissələrin birləşməsi idi. Məsələn, ulduz qoyduğum bu karbon nədir? Bir tərəfdən H-ı var. Yuxarısından. Aşağısından OH-ı var. Soldan CH3-ü var. Sağ tərəfdən belə bir yekə bir hissəsi var. Bu deməli asimetrikdir bu karbon. Gəlin indi o biri karbona baxaq. Məsələn, bu biri karbona. Bu karbonun da yuxarısından H-ı, aşağısından OH-ı, sol tərəfdən yekə bir hissəsi, sağ tərəfdən COH var. Deməli, 2 dənə nəyimiz var? Asimetrik karbon atomu var. Birinci anlayış düzdür. Sonra nədir, Aytən? Sonra deyək ki, 1 mol artıqlamasıya götürülmüş natriumla reaksiyaya daxil olduqda 1,5 mol hidrogen ayrılır. Gülan, yəqin bunu yazamalısan, hə? Uşaqlar, Mən yazamamışam. əgər natrium OH-la, Süleyman diqqətlə qulaq as. Əgər natrium OH-la desəydi, natrium OH-la belə deyək də, turşuların reaksiyalarını əsasən biz bu hissəyə baxırıq. İndi sualın qoyuluşuna baxırıq da, yaxşımı? Amma natriumla reaksiya həm spirt qrupları var ha burada, H-lar. Həm orada, həm də bunun turşudakı H arasında gedə bilər. Yəni cəmi bu birləşmədə 3 dənə H var. 3 dənə H-ı da mən H2 formasında yazası olsun neçə mol yazmalıyam? Gülay reaksiyadan sonra 1,5 mol H2 yazmalıyam. Həqiqətən də 1 mol bu maddədən götürsəm, artıqlaması natriumla reaksiya salsam, nə qədər deməli H2 alınacaq? 1,5 mol. Aydındır? Bəli. Nədir? Aytən başa düşdün nə dedim? Bəli, başa düşdüm. Sonra uşaqlar. Mənim ribozadır deyir, o nədir? Hə, yox, riboza hələ keçməmişsə, amma o deyil. Bu yenə qabaqçı mövzu ilə əlaqəli. Çünki axırlarda 11 ona görə sualları biraz mix ediblər. Yəni o da deyil. Riboza karbohidratları öyrənib deyəcək. Deməli hansı variant olacaq? B variantı 1-dən 2. 1-dən 2. Süleyman yazmışdın bu sualı? Xeyr. Başa düşdün nə dedim Süleyman? Natriumla reaksiya girəndə həm o turşu qrupasına COH-a görə, həm də ki oradakı spirtlər var ya OH. Bax ona görə gedə bilər. Yaxşı? Amma natrium OH-la desə Gülay, nəyə baxacaqsan? Yəni qələbi ilə desə turşu hissəsinə baxarsan. Çünki turşuyla əsas bax belə yadda saxlayaq. Turşu əsas serverdə axı biz aşağısını deyirik də. COH turşu hissəsidir. Natrium OH da əsas hissədir. Turşular əsaslarla təmasda olur. Amma natriumla reaksiya həm orada olan spirt qrupalarındakı H-lar da gedə bilər. Yaxşı? Ona görə 1-dən 2. Mən bir şey soruşa bilərəm. Biz spirtlər dərsini keçdikdə, orada mənim salisiz spirti yox idi. Amma normalda təbabətdə biz salisiz spirtindən istifadə edirik də, məsələn, müalicə üzdə olan bəzi səpkilərə qarşı müalicə olaraq. Biz niyə ona istifadə edirik? Biz çoxundan istifadə edirik spirtləri. Məsələn, dərmanların hamısını öyrənmirik axı orta məktəbdə. Tutalım deyirəm, təzə çıxan 7-ci siniflərdə yazıblar ki, ibuprofen, parasetamol falan. Deyirəm, məsələn, sizlə elə bir şeylər keçməmişik, qəbula da düşmür də.
Amma təzə çıxan kitabları yavaş-yavaş məsələn lazım biliklərdən 7-ci sinifdə bilirsinizmi? İçərisinə yazıb da. Deyir məsələn ibuprofendir, parasetamoldur, o hidrogen peroksiddən falan danışır, onları da salıb. Yəni əslində çox maddəni keçməliyik, amma keçmirik. Salisil spirtdə hə, maraqlanmaq olar elə şeydən soruşarsan süni intellektdən. Salisil spirt haqqında, Yaxşı. amma uzun formula. Yəqin ki, formulları ya uzundur. Ali məktəbdə məsələn, biz ali məktəbdə oxuyanda bəli. Bakı Dövlətdə Gülay, bizdə biokimya keçirdilər, biokimya. Biokimyada artıq sağlamlıqla bağlı məsələn dərmanlara toxunan mövzular. Və məsələn çox maraqlı mövzu olar. İstəyərdim salsınlar askorbin turşusu. Askorbin turşusu bu nədir? Bizim hamımızın bildiyi yazaq turşusu. Hamımızın Yumurta bildiyi o qarşı turşusu. sarı tabletkalar var ya, C vitamini, uşaq vaxtı hamı içib. Bəli. Görübsüz uşaqlar? Bəli, Hə, görmüşəm. bax qırağı içi turşu olub, üstü şirin. Amma məsələn Bəli, o bəli. turşu C vitaminidir, tutalım A vitamini, ritonol, nitonol və vitaminlər falan hamısı kimya ilə bağlı hissələrdir, amma keçmirik. Çünki o artıq kimyanın biokimya qolunda olur Gülay, biokimya. Məsələn universitetdə keçirdilər amma bizə. Məsələn öyrənirdik ki, tutalım askorbin turşusunun formulu nədir, necə olur, nə bilim belə də onlar da öyrənirik, orada da qalır. Çünki işlətmirik axı, bizə lazım deyil də. Qiymət almağın xətrinə oxuyuruq. Başa düşdün? Bəli. Məsələn, kim ki o sahəyə Bəli, yönəlirsə, bəli. magistr məsələn təhsil davam etdirsə, artıq onlar daha dərindən davam eləyirlər. Aydın Sonra müəllim, çox sağ olun. hə, sən də sağ ol. Yəni maraqlı maddələr çoxdur. Keçə bilərlər əslində. Yəni asan da hissələrdir. Belə deyim, vau, çox çətindir, yox. Sadəcə olaraq proqramda yoxdur. Yavaş-yavaş məsələn biz kimyəvi reaksiyanın sürətini keçəndə uşaqlar deyəsiz, ay Allah necə sıxıcıdır, necə ancaq düsturlardır. Amma hal-hazırda bilmirəm 8-də oxuyan bacınız, qardaşınız varsa, onların kitabına baxın. O qədər mövzu rahatdır ki, bütün uşaqlar həqiqətən dərsdə müzakirədə iştirak edə bilirlər. Çünki şəkillərlə, məkillərlə uşağa sual verirəm ki, sizcə toyuğu bütöv bişirəndə sürətlə bişər, yoxsa hissələrə böləndə? Çünki motivasiya salonu onu qoyublar. Artıq uşaqda sürət anlayışı formalaşır. Amma bizdə sizin vaxtınızda nə edirik? Ancaq əzbərlə, düsturu əzbərlə. Məsələn, bundan O qabaqki mövzudan 8-lərlə nifrət edirəm mən. hə, bundan qabaqki 8-lərə elə edirik. Deyirik ki, əzbərləməlisiniz sürət dərsini. Məsələn, homogen reaksiya nədir, Bəli, heterogen. hətta BTS-lə yadda saxlamışdıq biz. Ay, sağ ol. Yəni indi amma çox rahat olub, çox şeyləri çıxarıblar, çox asan mövzular. Yəni indi görək nətər olacaq yuxarıki siniflər. Məsələn, maddə miqdarı mol sizlə biz 7-ci sinifdə keçirdik. Süleyman yadına gəlir? Amma hal-hazırda 9-cu sinifdə keçiriləcək. Pilot məktəblərdə, yəni artıq kitablara keçirirlər bir sinif yuxarıda. 9-cu dərsliyi orada tətbiq olunur da. Baxırıq ki, kitaba maddə miqdarı mol orada keçirilir. Biraz türk stilinə. Axı siz bilirsiniz də türklərdə qəbul asandır, oxumaq çətindir universitetdə. Bizimkini də sanki kimyanı o formata salıblar. Məsələn, Mendeleyev cədvəli sizlə biz öyrənmişdik necə qruplu dövrlü. Öyrənmişdik 7 dövr, 8 qrupda Gülay, elə. Həqiqətən də biz Bəli. müəllimlərə də çətin oldu. Çünki bizə heç bir təlim falan keçmədən birbaşa bizi məcbur elədilər ki, uşağa təzədən öyrətməlisən bütün mövzuları. Biz özümüz belə məsələn araşdırırıq, eləyirik, sonra dərsə giririk. Çünki bunun təlimini keçmədilər, eləmədilər, birbaşa uzun dövrə keçdik, dövr cədvəli. Artıq bütün məsələləri falan həm o üsulla eləməliyik, həm bu üsulla eləməliyik. Aydındır? Yəni iki tərəflidir bizim hal-hazırda işimiz. Bəli. Ona görə görək, yəqin ki, irəliləyən nəsillərdə salanlar. Salisil spirtidir, askorbin turşusudur. Məsələn, limon turşusunu keçən dəfə yazmışdım da sizə Bəli, formulu. yazılmışdı. Heç bir o haqqda məlumat yazılmayıb, amma mənə elə gəlir ki, təzə siniflərə salınacaq. Çünki keçən ilki materialı 2-ci hissədə limon turşusunun formulunu veriblər orada. 7-ci sinifə təsəvvür elə. Yəni orada artıq daha belə lazımlı hissələrə toxunublar, nəinki sizdə. Sizə süd turşusunun indi qabaqda bir sual deyəsən olmalıydı. Ayşə o gün soruşurdu bu topludan məndən. Süd Bəli, var turşusu, mənim. hə, süd turşusudur, limondur. Sadəcə adını bir dənə də bir reaksiyası var süd turşusunun. O da axırıncı mövzulardadır və salam. Amma süd turşusu məncə vacib bir mövzudur. Sonra limon turşusunun özü də vacibdir. Gündəlik işlətdiklərimizdə amma toxunmurlar, görürsən? Ancaq sizdə əzbərə yönəlik suallardır. Süleyman nəsə dedin, eşitmədim. Görürəm. Deyil, qlükozan qızğırması. Ayşə, qlükozan qıcırmasan. Sən hardan bilirsən bunları, Süleyman? Biologiyada da məcbur öyrədiblər. Elə yaxşı eləyiblər. Qlükozanın indi keçəndə öyrənəsiniz ki, 3 cür qıcırması var. Həm süd turşusu alına bilər,
Birini keçmişik. Həm İdarə spirt, enerji maddələrinin həm müharibəsində. spirt alına bilər. Gülay, etil spirtinin alınmasını demişdik də. Bəli, Həm də ki, yağ demişdik, bəli. turşusu. Baxaq görək neçəyə baxırdıq burdan. Unutduq. Ribozanı oxuduq. 34 oxumuşuq. Hələ deməmişdik mən. 39. 39-dan qabaq var. Aytən sualın 38 var. məndə də 38. Aytən sualın var. 39 var mənim. 38, 39. Leyma yoxdur hə sualın. 38 kimin idi? Gülay sənin idi? Məndə idi. Nəbinin. Hə, Nəbinin. Nəbi, bax deyir ki, X turşusu, Y turşusu və Z turşusu verib. X turşusunun nəbidə cis trans izomerliyi var. Sən də bilirsən ki, məsələn, olein turşusunda yadına gəlir 9-cu karbonun 10-cu 3 nöqtə qoyurduq. C, məsələn, 9 yazırdım, üstünə də C10 yazırdım. 2 qat rabitə qoyurdum da. Sonra yenə davam edirdik. Yadına gəlir? Buralarda bir H var idi. Deyirdim ki, Tamam. burada cis trans izomerliyi var idi. Çünki məsələn, bir tərəfində belə deyək də, 2 qat rabitəli bax bu karbonun bir tərəfinə H, bir tərəfinə başqa bir hissə birləşib. Yəni 2 qat rabitə ümumiyyətlə ortalara düşəndə çox vaxt cis trans izomerini götürürdük də, yadındadırmı? Amma başa düşəndə, məsələn, buradan nəyi götürə bilərik? Gəl A variantının üstündə yoxlayaq elə nəbi. A variantında nə verib sənə? Olein verib. Olein turşusu çəkdiyimizdə cis trans izomerliyi var. Buna götürə bilərik. Deyir, turşunun 1 mol ilə birləşən H2 mol miqdarı 1. Səncə olein turşusuna 1 mol H2 birləşə bilərmi? Deyirsən, bəli. Çünki bunun radikal hissəsində bir dənə pisi var və onu doydurmaq üçün, olein turşusunu doydurmaq üçün 1 mol H2-yə ehtiyacı var. Onda sənin X maddən 100% oleindir. Aydındır? Keçirik indi hansı maddəyə? Y maddəsinə. Y maddəsində nədir? Deyir ki, cis trans izomerliyi olmasın və hidrogeni birləşdirməsin. Hidrogeni birləşdirmə deyilsə, bu 100% doymuşlardan olacaq. Doymuş turşular olacaq. Aydındır? Baxaq görək, məsələn, metakrilar doymamışdı. Onu çıxdım. Elə asetatı götürə bilərəm. Çünki asetat turşu CH3COH-dır. Bu da deməli doymuşdur. Bunu birləşdirmək şansı yoxdur da. Plus asetatda da cis trans izomerliyi yoxdur. Çünki doymuşlarda biz cis trans izomerliyi ilə danışmırıq. O ancaq 2 qat rabitə olan hissədə olur da cis trans söhbəti. Aydındır? Elə 2-ni götürüb. Sonra 3-də də Z-də də deyək ki, cis trans izomerliyi olmasın. Amma doymamış olsun. Çünki bir dənə H2 birləşdirə bilsin özünə də. Bu da metakril turşusu olacaq. Nəyə görə? Çünki metakril turşusunu yazanda 1, 2, 3 propen çəkirəm. Bura 2 qat rabitə, aşağıda CH3 qoyuram. İndi baxırsan, bunun birinci karbonda böhrünə 2 dənə H düşüb. Yəni bu karbonda 2 dənə eyni H birləşdiyinə görə cis trans izomerliyi olmaz. Ona görə doğru variantın D olacaq. Aydın oldu? Oldu. Bəli. Sualın yoxsa keçək 39-a? Aha. Bu hansı maddədir uşaqlar? Bir yadınıza salın görün nəyə oxşuyur bu? Hansı turşu var idi? Hansı turşu idi ki, mən onu xüsusi olaraq yazdım ki, 3 dənə çoxu var. Limon turşusu. Görək kimi Hadi ver deyəcəm. Mən Yağ turşusu. sirkə Gülay, bir deyək. Gör nə deyirsən Gülay? Mən yağ turşusu dedim. Yağ turşusu yox, yağ turşusu bildiyimiz 4 dənə karbonu olan COH yağ turşusu. Mən limon turşusu deyil. Süleyman dedi desən, limon turşusudur da. Bəli, mən sizə bir dənə limon turşusunu yazmışdım ki, çoxdan 3 dənə idi. Hələ mən sizə yazdırdığımda necə çəkmişdik? Necə siz seçə bilərsiniz? Məsələn, coxları bu tərəflə, hər tərəflə bir dənə cox yazaq. Yəni aşağıdan yazaq. Sonra nə etmişdik? Çəkdirmişdim amma mən sizə bura. Və buralara Mən orada da 2 dənə COH-ların qırağında 3 dənə karbon var idi. Bir dənə də karbon üstündə OH var idi. Bu yeganə idi. Belə yazılmışdı. hə, təkcə bir dənə. Onu deyirəm də limon turşusu haqqında heç nə danışmırıq. Bir Bəli. dənə formulu lazım deyə yazırıq. Deməli, biz belə yazmışdıq ki, nəbi? 3 dənə coxu var. Bir dənə də OH var. Zaten elə coxları görüb OH-ı görən kimi bizə Süleyman dedi ki, bu nədir? Limon turşusunun formulu. İndi qulaq asın. Deyir ki, nəbi? Süleyman, bir asimetrik karbon atomu var. Gəl baxaq görək asimetrik varmı? Gülay, sən kompüterə qoşulubsan. Bəli. Bir dənə bu hissəsini qeyd elə. Yəqin Elmir günlə sual olacaq bura. Oldu mənim bir Bir dənə dəqiqə. burasını başladım. qeyd elə. Hə.
Başladın Bəli, mı? mən başladım. Aha. Bəli, Deməli, başladım. biz dedik ki, 3 dənə cohu olan və bir dənə OH olan hansı turşuydu? Limon turşusuydu. Bizdən də nə deyir ki, bir asimetrik karbon atomu var. Məsələn, mən bu karbonu seçirəm. Görüm burada asimetriklik varmı? Siz də deyirsiniz ki, müəllim, məsələn, bunun bir tərəfinə coh bu birləşib, bir tərəfinə böyük bir hissə birləşib, amma iki tərəfinə H-lar birləşib. Burada asimetrik olmur axı. Asimetrik karbon olmaq üçün hər tərəfə müxtəlif hissəcik birləşsin. Məsələn, bax ortadakı karbonu götürürəm. Ortadakı karbonun götürə bilərikmi asimetrik? Qoy görək. Bir tərəfinə bu hissə birləşib. Hə, Gülay. Bir tərəfinə OH birləşib. Bir tərəfinə nəhəng bir belə bir qrupla birləşib. Digər tərəfinə o nəhəng qrupun təkrarı birləşib. Aytən bir tuta bildin söhbəti. Elə bu aşağısından yuxarısına eyni şey birləşib. Ona görə yenə asimetrik karbon atomu yoxdur. Məni başa düşürsən Aytən? Bu karbonun yuxarısından aşağısına eyni hissəcik birləşdiyinə görə asimetrik deyil. Aşağıdakı karbon yenə bir tərəfinə eyni H-lar birləşib deyən asimetrikdir. Ümumiyyətlə mən görürəm ki, burada asimetrik karbonu atomu yoxdur. Buna minus. Sonra Gülay ikincidə deyir ki, 1 molu artıqlaması ilə götürülmüş natrium ilə reaksiyasına daxil oldu. 1 mol H2 ayrılır. H2 söhbətinə də baxanda deyirdik ki, əgər natriumdan deyirsə, həm cohlardakı H-ı götürən 1, 2, 3, həm də ki OH-dakı H-ı. 4 dənə H. 4 dənə H sənə deməkdir ki, 2H2 deməkdir də 4 dənə H. 2H2, 4 dənə hidrogen atomu. Yəni orada 2H2 ayrılmalı idi. Bir H2 yox uşaqlar. Aydın oldu? Süleyman başa düşdün nə dedim? Deməli, bunu səhv verib yenə. Bu səhvlər edir hamısı. Doğru deyirlər, onsuz da istəyir. Sonra deyir ki, uşaqlar, nədir? Aytın diqqətlə qulaq as. Bayaq natrium deyir, indi mı deyir? Kalium OH-la. Deyir 1 molu 3 mol kalium OH-la neytrallaşır. Mən də dedim ki, neytrallaşması üçün onun turşu hissəsinə baxsan. Coxdan 1 dənə, coxdan 2 dənə, coxdan 3 dənədir. Yəni 3 dənə əsaslı turşu olduğuna görə 3 mol əsasına neytrallaşır. Sadəcə 3 doğrudur. Sənə doğru olmayanları istəyirdim. 1-lə 2-ni götürəcəm. C bəndi. Aydın oldu? Bəli. Bir izah edeyim Aytən. Xeyr, mən başa düşdüm mən. Nə bir başa düşdün? Nə bir? Süleyman. Tamam, başa. Süleyman, deməli, əgər natriumla reaksiyasından alınan H2 deyirsə, həm turşudakı H-ları, həm də OH-dakı H sayırsan, 4H-ın 2H2 deməkdir də. Amma kalium OH deyəndə sadəcə turşu hissəsinə baxsan, coxlardan 3 dənədir görsən. Bu, yox. Sonra uşaqlar, Gülay dayandıra bilərsən hələlik. 40 var müəllim. Dayandırdın Gülay? Bəli, mən dayandırdım. Hə, hissə atanda mən statusda paylaşa bilərəm, ona görə dedim. 2 mol olein turşusu və 2 mol izopren qarışığını doymuş hala gətirilməsi üçün cəmi neçə mol H2 Mən lazımdır? izah bunu. Buyur. Qayd elə, onda elə izah elə Gülay. Mənim səsim düşdü müəllim. Düşdün hə, niyə düşmür? Bakın bir dəqiqə. Niyə belə olur? Hə, bəli. Bir dəqiqə. Edəmmədin ay Gülay. Təzədən bu link atım. Nəbi? Nəbi? Aha. Gülay izah edə bilərsən 40-ı? Sualı təzədən oxu elə izləyəm qayda başladığında. Aha. Deyir ki, 2 mol olein turşusu və 2 mol izopren qarışığını doymuş hala gətirilməsi üçün cəmi neçə mol hidrogen lazımdır? Əvvəlcə biz 2 mol olein turşusu, bir də 2 mol izopren qarışığını bilməliyik. Olein turşusu C17, H33, COH-dır. Aha. Və 2 mol izopren qarışığını doymuş hala gətirmək üçün biz neçə mol hidrogen lazım olduğunu bilmək üçün, yəni biz əvvəlcə biz burada bilməliyik ki, yəni nə qədər hidrogen lazımdır ki, bu doymuşu bu stearindən belə deyək də 2 mol hidrogen çıxardıqda olein turşusu alınır. İndi mən burada bilməliyəm ki, nə qədər hidrogen gəlsəm, buradan yenə stearin turşusu alınır. Əvvəlcə onu tapıram. 1 molundan 1 mol alınırsa, 2 molundan da 2 mol alınır. Birindən 1, ikisindən 2.
Ayten, yəni yoldaşın demək istəyir ki, müəllim, bu oleynin radikal hissəsində bir dənə pi rabitə var deyə mən onu doydurmaq üçün bir dənə oleyinə bir dənə H2 tələb edirdim. Onun sənə 2 dənə verdiyinə görə olacaq 2 dənə H2. Yaxşı, bunu tapdıq. Sonra Gülay izoprene keçək. İzopren, əvvəl izopren formulu C5H8-dir. Biz Gəl burada indi uşaqlara aydın C5H8 olsun deyə belə yazaq. Ola bilər ki, uşaqların yadından çıxar, məsələn, C5H8 nədir? Burdan yaranıb da. Yəni izopren budur. Bota deyənə bir dənə. bəli. Hə. Burada da 2 dənə pi var deyən, yəni hansı qaydanı tətbiq edərik? Deyərsən ki, müəllim, Birindən ikisi alınırdısa, ikisindən də 4 alınır. aha, birini doydurub alkana çevirmək üçün 2 H2 tələb olunurdusa, sənə şərtdə 2 dənə verdiyinə görə 2 çarpı 2 4. Bundan 4 bayaqçıdan Bəli. 2. Cəmi neçə H2? 6 H2 olacaq. Təşəkkürlər 6 Gülay. H2. Kaydı dondurmaq olur. Dondur, sonra 41-ə keçərik indi. Yəqin 41 də sual olacaq. Əlbəttə də mən yandırdım bir dəqiqə başladım donduraram. Bəli, dondurmaq olurdu. Hə, onda 41-ə başladarsan sonra. Qoy yazsınlar. Aytın qeyd elədin. Tamam. Bəli, yazdım. Sonra 41 var idi. Məndə yoxdur. Olsaydı. Yox uymuş. Yaxşı, kaydı dayandırırsan. Sonra 41 var idi. Şimdi nəsə uşaq var. 42 də var. 42 də var. Tamam, baxaq 42-yə. Yaxşı, 41-in əvvəl necə yazıbsan? Birinci X maddəsi hansı maddə olar səncə? Mənim C2 Nə? C olmaz. Asetilin. C 2 qat C. Hə, C, 2 qat C-dir. Çünki Kucherov 2 qat yox, 3 qat C. Süleyman, 41 Asetilin hansıdır? Bəli, odur. Asetilin üstünə 3 qat rəbdə. Süleyman, sualı izah edə bilərsən 41-i? Şahid olsa. Ay Allah. 41-də. Süleyman, hə. Bəli, Dinləyək səni Süleyman. dinləyirsiniz. Dinləyək. Hə, Hı. deməli, də dedik ki, mənim asetilindi, hələ X Mən bunu yerində. silim. Gülay, kaydı başlat qoy, elə izah edək Süleymanla. Kaydı başlatmayın. Dayan bir dəqiqə onda Süleyman. Mən Sən indi fikirləş. başladım yoxsa başlamayım? Başlatma, yox Süleyman onda həyəcanlanır. Süleyman, sən bir dənə fikirləş. Yaxşı. Fikirləşdinmi? Başlayaq Süleyman. Hə, bəli. Buyur. Deməli orada birincidə sona girir. Bax, belə elə də. Siyahı alınır. Deyirik ki, tutam ki, Aytəni izah eləmək istəyirəm, ya Nəbiyə izah eləmək istəyirəm. Deyirik ki, X maddəsi əgər su ilə civə duzlarının iştirakında asetaldehid Bəli. verirsə, X maddəsi nə maddəsidir? X Asetilendir. maddəsi mənim asetil. Aha, X maddəsi asetilendir, 3 qat rabitə CH. Yaxşı, mən bunun asetilen olduğunu biləndən sonra gəl yerinə qoyaq. İndi mənə bu maraqlıydı, ona görə bu sualı verdim ki, mən dərsdə deyəsən bunu sizə deməmişəm, unutmuşam ya 10-cu sinifə keçmişik deyən fikrimdən çıxıb qeyd eləməmişəm də. Yəni necə düz yazıbsan ona görə sual verirəm ki, hardan tapdınız bu Y maddəsi nədir? Asetilenin oksidaşmasından nə alınır uşaqlar? Görək kimin yadındadır? Sualı düz yazan Aytən. Nə alınır burada? Oksalator. Yazdırmışdım Gülay bunu. Elə bilirəm fikrimdən Burada bilmirəm, dəqiq yadımda deyil burada, amma 10-cu sinifdə bu var idi. Hətta siz bunu Aysa. həmişə gəlib gələcək soruşardınız. Aysa, bu Bəli. çox vacibdir. Asetilenin oksidaşmasından oksalat turşusu, turşenk turşusu, quzu qulağı da deyirik. Yəni hələ dietan turşusu da deyirik, elə deyilmi? Bax bu turşu alınır. Hansı ki bu turşu Süleyman doyub yoxsa doymuyub? Bu Doyub. oksalat. 2 qat Doyub, rabitəsi bəli. radikalda yoxdur. Baxın, doyubdur və 2 əsaslı doymuş Doğru turşudur. ifadə. 2 əsaslı doymuş turşudur. İndi deyir Y maddəsi tapdıq oksalat turşusudur. Aytən. Deyir nə doğrudur? Karbon atomları sp2 hibrid vəziyyətin. Təbii ki, COH-ları mən demişəm ki, karbonlar sp2 vəziyyətdə olur. Bu doğrudur. Sirkə turşusuna zəif turşudur. Düzmə deyir Süleyman. Xeyr. Xeyr, oksalat turşusu. Ümumiyyətlə
Əsaslılıq daha artdıqca güclüdür. uşaqlar, COH-ların sayı artdıqca onların turşuluq qabiliyyəti artır. Hətta oxlat turşusu bu turşuların içərisində ən qüvvətlisi olaraq öyrənmişdik də, elə deyilmi? 2 Bəli. zəifdir, səhvdir. 2 səhvdir, güclüdür, aydındır. Deyir, Lafsan lifinin alınmasında xam mal kimi istifadə olunur. Xeyr. Yaxşımı? Xeyr. Çünki Lafsan Bu lifini tereftal, treftal idi. Aysa, tereftal turşusunu deyirdik. İki əsaslı doymuş turşudur. Bəli, doymuşdur. Həm də iki əsaslıdır. Yəni Doğru. iki dənə COH Aha, var. sonra Bu malın tam neytrallaşmasına 2 mol natrium OH sərf olunur. İki əsaslı olduğuna bəli bu da doğrudur. bəli, 2 dənə COH olduğuna görə uşaqlar 2 mol natrium OH sərf olunur. Deyir, bromu suyu rəngsizləşdirir. Bronu suyu rəngsizləşdirmir. Çünki Çünki- orada doyub. Bəli, çünki bu doymuşdu. Aydındır. 41-i dedik. Buna görə də deməli 1-dir. Nə istəyirdi bizdən doğruları? 1, 4, 4, 5. 5. Aha. Sonra 42 kimin səhv idi uşaqlar? 42. Məndə var mənim. Aha, onda sənlə baxaq, Aytən. Deyir, akril turşusu ilə reaksiya daxil olan hidrogen halogenitlər və reaksiyadan Fayda alınan deməkdir maddələr verilir. Səndə də var Sərkilay. Hə, deyir, hidrogen Yox, halogen... həm də qayd eləyim. Düz yazmışam bunu. Qayd eləyim sadəcə. Yox, özüm qayd edirəm. Süleymanı qayd elədim. Süleymana demə. Mən də qayd elədim. Qrupa yazacaqdım ki, üzülü say. Mən ona görə dedim ki, bir dəqiqə dayan, kaydı başladırdım. Yəni daha doğrusu kaydı belə danışana düşmür deyən səsim. Telefondan qayd edirəm ki, Bəli. hər ehtimal Süleyman tapşırmış. Mən də onu qayd elədim. Ay sağ ol Gülay, demək eyni işdir beynimiz. Tamam. İndi Aytən deyir ki, hidrogen halogenitlərin polyarlığının artmasıdır rəsmi. Sən də bilirsən ki, hidrogen halogenit dediyinə görə söhbət H flor, H xlor, H bromdan gedir və 9 ümumiyyətlə halogenlər aşağı sinifdə öyrənəcəkdə flor, xlor, bromdur. Biz başdan yuxarıdan başlamışıq, deyən ola bilər buraları bilməyəsən. Və yadda saxla ki, florun polyarlığı, yəni florun H-la yaratdığı birləşmənin polyarlığı daha çoxdur. Ona görə də HY olan yerə yazıram H flor. Çoxdur deyir. Sonra gələcək H xlor. Ən axırda da H brom. Ay sağ ol. Çünki nəyə görə belə yazdın? Nədir? HY-də çoxdursa, demək bu H flor olandır ki, çoxdur da. Başa düşürük? Buranı tapdıq. İndi bizə nə deyir? Deyir HX misalını HX xlordur da, H xlordur. HX-la akril turşusunun reaksiyasını yazmalıyım. Akril turşusu nədir Aytən? Akril turşusunu yazmaq üçün biz 3 karbon yazırdıq. Aha. Birincisində 2 Birinci A-sa. İndi gəl hidrogenlərini yazaq. Bura 2 hidrogen var, bura 1 hidrogen var. Üzərinə gəlirəm, X-imizi nə tapmışıq? H xlor tapmışdıq, H xlor. Və sən də bilirsən ki, deyirsən, ay müəllim, akrillə metakrildən başqa digərləri Markovnikovla gedirdi. Amma akrillə metakril əksinə gedir. H-ın çox olduğuna deyil, az olduğuna gedəcək, xloru bura gedəcək. Yəni buradan alınır CH2 aşağısı xlor, sonra CH2, COH. Artıq iki tərəfdə də qırılır axı. Gəlir ora. Birinə xlor, birinə H. Deməli, sənin A maddədən oldu nə? Deməli, CH2 aşağısı xlor, CH2, COH. Elə. Bəs B maddəmiz nə olar? Aytən, B maddəsi də deməli, Y olan nə idi? Y. Florla olan idi də Y. Elə. Eyni şey alınacaq. Prosta aşağısına flor yazıram. CH2 aşağı flor. Yenə CH2, COH. Eyni proses gedir. Onsuz da. Z olan da ki, Aytən, bromla olacaq. Deməli, CH2 aşağısı brom. CH2, COH. Aydın olur. İndi deyək ki, bunların turşuluq xassəsinin artması. Sən də bilirsən ki, turşuluq xassəsi içində flor olanda daha çox olurdu da. Yəni, artma sırası isə azdan çoxa. Ən azı C olar, bromla olan. Sonra xlorla olan, sonra da florla olan olacaq. B. Cavab. C, A, B. A variantı. Yaxşı. Nəsə səhv eləmədik, bəlkə fikrim C. Deməli, C-ni tapdıq. C-də azdır. Sonra A, B. Elə Belə olur da. Qarma qarışıq yazmışam. Dedim, bir də səhv edirik. Sualın var, Süleyman, başa düşdün? Süleyman deyən yazmış da bunu, yoxsa? Aytən, sənin sualın idi bu? Unutdum. Aha. Sonra? Səsim bağlıymış.
Mən burada Y-yə görə səhv yazmışdım. Orada deyir polyarlığın artma sırası. Aha, yaxşı. 43-də də var. Deməli, 42-də böldüm 46-ya baxalım. 43 məndə də var. deməli 43 eyni sualdır. Qoy görək niyə səhv eləmisiniz? Burada azalmasını Hadi deyir. 46-ya baxaq. Hə, azalmasını deyir. Azalmasını deyirsə onda C bəndə olmaz, A, C, B. 43-dən nə çıxıb ay Süleyman? Deyən C idi, hə. Bunu Aysunla işləmişik bu gün. C olma, ACB olmalıydı. Ben üstüne yazmamışam. Aha. Deməli, Mən yenə azalması- atma götürmüşəm, yəni cavab götürmüşəm, Y yazmışam, amma cavab Aha. çıxıb. Süleyman sən nə deyirsən? Bildin niyə C variant oldu? Düşdüm. Aha. Sonra uşaqlar. Sual deyil. Hə, eyni sualdır. Ayten özün baxarsan evdə yaxşı. Eyni sualdır. Uşaqlar da niyə səhv yazıb? Artma yerinə, azalma yerinə artma götürüblər ona görə. Eyni sualdır. Yenə flor, xlor, brom götürəcəksən. Necə? Uşaqlar sonra necə? 46. 46-dan qabaqdaydı. 46-dan qabaq varmı? Oxusun 46-nı. Süleyman. Süleyman, səncə birincidən hansı maddə alınır? Birincidən burada oksalat turşusu alınır. Çünki bayaqki uşaqlar dedim xüsusi olaraq 10-cu sinifdə Bəli. keçdiyimiz asetilenin oksidləşməsindən alınır oksalat turşusu CO. Yaxşımı? Sonra gəl hamısına baxaq. C2H4-ün oksidləşməsindən nə alınır? Yadında? C2H4-dən spirt, 2 spirt. 2 atom. 2 altlara OH. Aha, etilin glikol alınırdı. 2 atomlu spirt. 3-dən nə alınır? Bakteriyanın oksidləşməsinə CH3COH. Əla. Turşuların alınmasına yazdırmışıq bu reaksiyanı. 4-cüdən də C17H deməli. yarıya bölünürdü də. C17 uşaqlar. H35. 2 ençisi gəl bir, nə bir sonra COH. Elə 36 cəmi Tamam, 18 dənə karbonun turşu yaranır. İndi baxaq görək. Bax, tətbiqində sintetik qarşılanmasında yox, belə bir şey keçməmişik. Oksalat turşusu belə çox yazdırmamışıq, ancaq pasın alınmasını falan qeyd eləmişdi. Sonra ikincidə nə deyir Gülay? Deyir naylon lifin alınmasında xeyr, naylon lifin alınmasında xeyr, çünki bu tereftalla birlikdə lafsan lifin alınmasında istifadə olunur. Buna da minus qoyuram. Sirkə turşusu konservləşdirici kimi düzdür. Yəni turşu murşu bağlamırıqmı? Turşulara qatırlar da evdə də istifadə olunur sirkə turşusu oxusuz. Sonra C17H35-də doymuş deməli turşudur. Sabun istehsalında istifadə olunur. İndi mən sual vermək istəyirəm ki, Gülaya. Gülay, C17H35 doymuş turşudur. Doymuş turşular bərk sabun alınırdı, yoxsa maye sabun? Doymuş bərk. Bərk, bəli. Sonra uşaqlar 48 mənim. Ayten yoxdur 47 tapanı. Ayten 48 də var məndə də. 48-də var. Yaxşı. Hadi dayandırım. 48. Oxusun görək kim? Nəbi oxusun, Nəbi. Nəbi deyir, hansı sxem üzrə gedən reaksiya anlam matematik asimetrik karbon atomu var. Birincidən nə alır Nəbi? Bax, bu hansı turşudur? Akril turşusu. Üzərinə H2 gələndə 2 qat rabitə qırılır, olur doymuş bir turşu. Yəni CH3, aha. CH2, COH. Belə olmur mu? Burada da asimetrik karbon atomu olarmı? Asimetrik karbon atomu nə demək? Məsələn, mən bu karbonu götürsəm ortadakını. Bunun yuxarısına aşağısına H2 birləşir, H birləşib. Olmaz axı, gərək ki, hər tərəfinə müxtəlif hissəcik birləşsin. Aydındır, bunda yoxdur. Başa düşdün? İkincidə nədir? Deməli, nə olacaq? Bromlar gəlir, birləşir, olur. CH2 aşağısı brom. Sonra CH aşağısı brom. Sonra COH. İndi bunda olacaq. Niyə olacaq? Nədir? Çünki birinə H Hər tərəfinə brom bölür. yox, birinə brom birləşib, ortadakı karbonu. Aşağısına brom birləşib, yuxarısına H birləşib. Soldan belə bir qrupla birləşib, sağdan da belə bir qrupla birləşib. Yəni 4 tərəfi də müxtəlif hissəciklə örtüldüyünə görə 2 də olar. Məni başa düşdün? 4 tərəfi də, amma birincidə nədir?
ortadakı karbonun yuxarısı və aşağısı da eyni element birləşmişdi. Ona görə olmurdu. Başa düşürük? Deməli uşaqlar, birincidə olmayacaq, ikincidə olacaq. Gülay başa düşdün? Birincidə olmadı, ikincidə oldu. Bəli. Üçüncünü keçməmisiniz. Deməli, süd turşusundan qızqırmadan elə süd turşusu alınacaq uşaqlar. Süd turşusunu da özünüzə not eləməlisiniz məcburən. Bu süd turşusu necə bir turşusu? Elə bu yenə 3 karbon. Aha. Altıda bir Bu sənin OH. kitabına qeyd edilmiş olmalı idi. Baxmadıq sənin kitabına. Uşaqlara demişdim oxusun. Bilmirəm. Onsuz keçəcək. Qlükozanın dərsini keçəndə yazdıracam. 3 tür qızqırması var. Süd turşusu elə bu necə yadda saxlayasan? Aytən 3 dənə karbon yazdın propan kimi. Aşağısında elə bir spirt hissəsi var da. Hidroksil qrupusu da var. Yəni həm COH hissəsi var, həm OH hissəsi var. Bu turşular haqqında çox danışmırıq deyən, yəni yazmamışıq. Onsuz da təkcə bu reaksiyasından tanınır və bu reaksiyanı da biz yenə keçəcəyik glükoza dərsində. Yaxşı, bu maddəyə baxaq görək, uşaqlar. Hidrogenlərin ödəzirəm bura 3 hidrogen, ortaya 1 hidrogen. Sonra mənə nə bir deyək, çay müəllim. Bunun aşağısında OH-ı var, yuxarısında H-ı var. Bir tərəfdə CH3-ü var, bir tərəfdə CH var. Bunda da var. Bəli. Bunda da var. Dördüncüyə baxırıq uşaqlar. Dördüncüdə Aytən qeyd edirdin, sildimi? Dördüncüdə uşaqlar tanıdığınız reaksiyadır. Nə alınır burada? O deyirdi, boçqaya meyvə yığırlar, qıcqırır, şəkər, karbon qazı çıxır, bir də əlavə olaraq spirt yaranırdı. Yəni spirt nədir? CH5OH-da açıq şəkildə yazsam CH3, CH2OH. Burada da nəbi yenə deyək ki, ay müəllim, ortadakı karbonun yuxarısına aşağısına eyni H birləşib deyən, bunda da olmaz. Yoxdur, mən. Bəli, 5-ciyə baxırsan, nəbi 5-ci də doymuş turşudur. Xlor birləşəndə nə edəcək? Aha, doymuş. Həm düzdür da bu da. Yəni birləşdirək görək nə alır? Xlorlar birləşəndə əgər daha doğrusu bu birləşmir ha. Doymuşlarda axı birləşmək şansı yoxdur, pisi yoxdur. Bu əvəz etmə gedəcək. Özə deyir ki, əvəz etmə harda gedir? Zaten alfa karbonu gedir. COH bitişik olan karbonda. Nə olacaq? CH3 qalır yerində. O CH-ın biri xlorla əvəz olunur, çıxır oradan H-ın biri çıxır. COH alınır, o çıxan H-la da xlorun biri sənə H xlor verirdi. Və burada baxırsan ki, bu karbona nə bir tərəfdən aysal var, H-ı var, bir tərəfdən xloru var, cohu var, yəni bunda da olacaq. 6-cıya baxırsan nə bir? 6-cıda su birləşəndə alkenlərə H-ın çox olduğu, OH da H-ın az olduğu yerə gedirdi. Markovnikov. CH3, CH aşağısı OH. Burada olurdu CH3. Eləmi? İndi deyirsən ki, burada da varmı? Burada da olmur. Nələr eynidir? Bax, H-ı sağ sol. Sağ solları eynidir, görsən? Tamam, CH4. Bəli, ona görə 6-da olmaz. Aytən başa düşdün? Bəli, başa düşdüm. Sonra uşaqlar. Sonra. Mənim 49-da niyə 3 olur? Yəni 3 ümumiyyətlə mənə heç tanış reaksiya deyildi. 49. Ümumiyyətlə baxaq biz 48-ə. Gəl baxaq 49-a. Bəli. Mən burada yazmışam, 1 də olur, 1 olur, bir də 4 olur. Amma 3 yox, 3-ü götürürlər, o bilmirəm nədir. 3-ün tanış olmağı sənin normaldır. Çünki keçməlisən bunu. Deməli, birinci reaksiya məlumdur. Yazıbsan yəqin ki, ikinci qıcqırma bu da məlumdur. Üçüncünü keçməmisiniz uşaqlar. Glükozla hidrogeni özünə birləşdirəndə burada sorbit adlanan maddə əmələ gəlir. Gəl formulunu yazın, özün görəcəksən. Deməli, CH2 aşağısı OH. Sonra CH aşağısı OH. Glükoza 6 atomlu da CH aşağısı OH. Keçəsiz dərsiniz. Birinci düşündüyümü beləncə yazım. Amma dedim səhv olar deyə yazmadım. OH. Bir də arxada CH2 aşağısı OH. Burada da asimetrik karbon atomu özü çoxdur. Birinci ilə axırda yoxdur. Axı H-lar eyni tərəfdən H-lar. 1, 2, 3, 4 dənə gör nə var? Asimetrik karbon atomu var. Bəli. Kimdəsə bu sual səhvsə təzədən baxa bilərik uşaqlar. Bilmədim. Bu normalda qapalı quruluşdur, amma hidrogen birləşdirəndə açılır. Ay sağ ol. Niyə bunun açıq quruluşu da var da? Prost keçməmisiniz. Ay Süleyman, keçən az qalıb. Səbirli ol, mürəkkəb efirlərdən sonra onu keçəcəyik. Sonra uşaqlar.
Sonra çocuklar 50, 51. 50. Süd turşusu üçün doğrudur keçməmisən deyə yazamamsa, keçməli yeyəsin, amma karbohidratlarda keçəcək yaxşı, ona görə yazdırmamışam. Nə idi süd turşusu? 3 dənə karbon yazırdım Aytən, üçüncünü çox eləyirdim və aşağıdan da nə çıxarırdım? OH çıxarırdım. Vəssalam, bu sənin süd turşun. Qalanında hidrogenlərə düzək özümüz. 3 hidrogen bura, 1 hidrogen bura. Asimetrik karbon atomu var. Deyirsən ki, baxaq görək asimetrik karbon atomu varmı? Bir dənə Var. var mənim Çünki ortada. bəli, C4, var. bəli. Sağı, solu, yuxarısı, aşağı fərqlidir. Aha. Deyir, birinci karbon atomu oksijen dərəcəsi müsbət 3-dür. Birinci karbon atomu buradır. Çox olan hissə. Qırağa çıxarım, bir dənə yazım. Hidrogen müsbət 1, oksigen mənfi 2, oksigen mənfi 2. Buna da bir x yazıram. Bilirsiniz ki, cəm 0 olmalıdır da. Yəni mənfi ilə müsbətin cəmi, hə? Aytən, x üstə gəlsin. Mənfi 4 ilə 1-in cəmi neçə edir uşaqlar? Mənfi 3. Mənfi 3 bərabər 0. Cəmini 0 edirəm Aytən. X bərabər olur 3-ə. Və yaxud da açıq formada yazıb Aytən. Bax, qıraqdan bir dənə yazım. C, O, OH yazıb Aytən. Bir-bir tətbiq də edə bilərsən ki, müəllim, bu oksigen çəkir, oksigen çəkir, oksigen də çəkir. Olacaq nə formada? Müsbət 3. Üçünü də vermiş olur da. Yaxşımı? Demək bu doğru fikirdir. Aydındır? Bir dəqiqə görüm. Bəli. Karbon atomu oksigen dərəcəsində müsbət 3. Səhvə yol vermədik ki, müsbət 3 eləyir də, hə? Hə, Gülay? İkinci karbon oksigen Bəli, müəllimə. hə. Onda deyir ki, üçüncü nədir? Deyir 1 molunda 36 qram oksigen var. Düzmü deyir? Elməm 48 edir. Aha. Aytən, necə tapdı uşaqlar 48-i? Deyirsən ki, müəllim, 3 dənə nə var burada? Qara qələm götürüm. 1 oksigen, 2 oksigen, 3 dənə oksigen var. 3 oksigen də 48 qram edir. Yaxşı? Bu səhvdir. 4-də deyir ki, 1 molun natriumla reaksiyasından 1 mol hidrogen ayrılır. Bunu necə taparsan Aytən? Natriumla reaksiyanı öyrətmişdim ki, həm OH-dakı H-a baxırsan, həm də COH-dakı H-a baxırsan. 2 ədəd H, 1 H2 deməkdir də. Həqiqətən də düz deyir. 1 mol hidrogen ayrılır. Sonra deyir 2 ədəd ikili karbonu var. 2 ədəd ikili karbonu var. Baxaq görə ikili karbon deyəndə, bax bu karbon neçəli karbondur? Gülay, Bir dənədir. o karbon neçəlidir? Ortadakı karbon müəllim. Aha, İkili. ikili. Çünki iki dənə sağdan soldan qonşusu var da. Karbon qonşusu var. Yəni 2 ədəd yox, 1 ədəd ikili karbonu var. Yaxşı? Bəli. 1, 2, 4 oldu. 1, 2, bir də 4. Başa düşdün? Bəli. Sonra süd turşusu nə də olur? 51 deməm eyni tipdir. Daha görə, hə, eynidir. Eynidir. Burada 51-də yenə görə qalmışam müəllim. Nəyə görə? Orada 3-cü aktiv maddədir, o nədir? Bu asimetrik karbon atomu deməkdir. Optik aktiv. Həqiqətən də asimetrik karbon atomu var deyən doğrudur. Yaxşı, deməli bir doğru götürürük. Burada karbon deyir ha, süd turşusunda. Süd turşusunda deməli 1, 2, COH. Aytən burada OH. Ona fikir verin. Birdən ona görə olar Süleyman. 1 karbon, 2 karbon, 3 karbon. 3 dəfə 12, 36 qram. Bayaq amma oksigen deyil, bu doğrudur. Birinci karbon atomunun oksijen mənfi səhv müsbət 3 oldu da, verirdi oksigenə. Optik aktivdir, doğrudur. Çünki dedik, optik aktiv demək asimetrik karbon atomu deməkdir. 1 molun natriumla reaksiyasında 1 mol H2 ayrılır. Yenə desən ki, müəllim, həm OH-da H, həm də COH-da H. 2 dənə H, 1 H2 deməkdir. Bu da doğrudur. Bir ədəd birli karbonu var. Birli karbon nə qədərdir Gülay? Birli karbonu həm başdakıdır, həm də sondakı. Bir də ki 2 dənə. 2 dənə, 2 bəli. dənədir. Demək səhvdir. Oldu 1, Bəli. 3, bir də 4. 1, 4. Sonra yoxdur da. Verməm. Onlar da düzdür məndə. Başqa yox müəllim. Belə. Sağ olun